Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin azalıb. Bir zamanlar bu bazara axın edənlər indi Gürcüstan avtomobil bazarından üz döndəriblər. Bəs səbəb nədir? Nəqliyyat üzrə ekspert Eyyub Əliyev deyir ki, son 7-8 ildir ki, vətəndaşlarımız Gürcüstan bazarına yox, daha çox Amerika, Koreya və Yaponiya bazarına müraciət edirlər. Amerikadan və yaxud da Koreya, Yaponiya kimi ölkələrdən avtomobil internet üzərindən sifariş verib getirstirmək daha ucuz başa gəlir, nəinki Gürcüstandan gedib gətirmək və son illərdə də xüsusən bu pandemiya dönəmindən sonra sərhədlərin bağlı qalması, ümumiyyətlə bu zaten 2020-ci ilə kimi qırılmış bu zənciri, bu bağları, bu sərhədlərin bağlanması tamamilə qırdı və insanlar artıq Amerikadan və Koreyadan, Yaponiyadan daha rahat şəkildə avtomobillər gətirə bilirlər. Ekspert Eldəniz Cəfərov deyir ki, başqa səbəb vətəndaşların onlayn avtomobil almağa marağın artmasıdır. Bu da Gürcüstan bazarına marağın azalmasına səbəb olub. Həm də sonraki dövrlərdə ölkəmizə ithal olunan, yaşı 10 ildən çox olan köhnə maşınların da ölkəyə gətirilməsinə məhdudiyyət qoyuldu və bu da öz-özlüyündə daha çox köhnə maşınların alqı-satqısı ilə populyar olan Gürcüstan avtomobil bazarına olan marağı azaldıb. Çindən gətirilən maşınların sayında da kifayət qədər artım var və bu alternativ yoldur. Transxəzər marşrutu ilə digər şərq istiqamətindən gələn marşrutlarla da həm köhnə, həm yeni avtomobillər gətirilir və bu səbəbdən də bir qədər Gürcüstan bazarına olan maraq da azalıb. Qeyd edək ki, Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı məlumatlara görə yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 82,89 milyon ABŞ dolları olan 2456 avtomobil ixrac edilib. Statistika göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 36%, sayı isə 45% azalıb. Bu isə həm satış həcminin, həm də bazara tələbatın zəiflədiyini göstərir.